Salam, mənim adım Hüseyn Əliyevdir. Bugün mən sizə yeni qurulan şirkətdə marketinqin rolu haqqında danışacağım. Marketinqin bir çox izahları var. Bunların hamısını bilmək vacib deyil, amma əsaslarını bilsəz yaxşıdır. Beləliklə, marketinq məqsədli auditoriyanın tələblərinin ödənilməsi üçün görülən işdir. Yaddan çıxarmaq lazım deyil ki, bu proses qarşılıqlı olaraq faydalı olmalıdır. Belə ki, sizin müştərinizə verdiyiniz faydadan əlavə, sizin də fayda əldə etməniz üçün gəlir qazanmağınız vacibdir. Marketinq həmçinin istehlakçının məhsulu rəqibinizdən deyil, sizdən almasını təmin edən bir vasitədir. Bu, digərlərindən fərqlənmək və daha çox gəlir götürmək üçün müxtəlif yolların seçilməsidir. Və sonda, uğurlu marketinqin nəticəsi razı qalan müştəridir. Marketinqi şirkətinizin idarə olunması fəlsəfəsi də adlandırmaq olar. Bu deyimlərin anlamını daha yaxşı başa düşmək üçün marketinqin nədən ibarət olduğunu və onu şirkət daxilində necə aparmaq lazım olduğuna baxaq. Marketinqin məqsədlərini bir neçə yerə bölmək olar. Birincisi, istehlakın artırılması, ikincisi, istehlakçıların qayğısına qalmaq, üçüncüsü, məqsədli auditoriyaya geniş seçim verməkdir. İstehlakın maksimallaşdırılması boş-boşuna birinci yerdə deyil. Digər sözlə, bunu gəlirin artırılması da adlandırmaq olar. Şirkətin inkişafı bundan asılı olduğu üçün hər bir şirkət bu məqsədi öz qarşısına qoyur. Əsas fikir bundan ibarətdir ki, müxtəlif yollarla məhsulun istehlakını artırmaq lazımdır. Bu da öz növbəsində istehsalın və gəlirin artmasına səbəb olacaq. İkinci məqsəd isə istehlakçıların qayğısına qalmaqdır. Bunun üçün şirkət göstərdiyi xidmətin səviyyəsini artırmalıdır. Bu da öz növbəsində gəlirlərin artımına səbəb olacaq. Sizin xidmətinizin keyfiyyətindən razı qalan müştəri bu xidmətdən təkrar istifadə edəcək və dostlarına da bunu məsləhət görəcək. Marketinqin üçüncü məqsədi isə istehlakçıya geniş seçim verməkdir. Amma bu məsələdə vacib məqamı yaddan çıxarmaq lazım deyil. Böyük şirkət təəssüratı yaratmaq məqsədi ilə təqdim olunan xidmətlərin çeşidlərini artırmayın. Şirkət tərəfindən göstəriləcək xidmətlərin siyahısına yenisini əlavə etməmişdən əvvəl həmin xidmətin dəqiq analizini aparın. Yalnız bu xidmətə tələbatın olmasına əmin olduqdan sonra onu təklif etməyə başlayın. Məqsədlərdən əlavə, marketinqin müxtəlif yollarını təcəssüm etdirən funksiyalar da mövcuddur. Marketinqin hansı funksiyalarından istifadə edib etməmək şirkətin öz iş üslubundan asılıdır. Amma onları 4 əsas qrupa bölmək olar. Birinci analitik, ikinci istehsal, üçüncü satış, dördüncü isə nəzarət və əlaqələrin idarə olunması. Analitik funksiya bazarın araşdırılmasını, onun vəziyyətini və dinamikasının öyrənilməsini təşkil edir. Bundan əlavə, istehlakçıların, təchizatçıların, rəqiblərin davranışlarının və məhsulun strukturunun öyrənilməsi çox vacibdir. İstehsal funksiyası yeni texnologiyalardan və bazar araşdırmalarının nəticələrindən istifadə edir. Bununla bazarın tələblərinə maksimum cavab verən, rəqabətə davamlı yeni bir məhsulun istehsalı həyata keçirilir. Bundan əlavə o, məhsulun keyfiyyətinə və rəqabətə davamlılığına nəzarət edir. Satış funksiyası məqsədyönlü qiymət və məhsul siyasətinin aparılmasını nəzərdə tutur. Bu funksiya məhsulun lazımi sayda, lazımi yerdə və keyfiyyətli olmasını təmin edir. Həmçinin bu funksiya bazar araşdırması və məhsulun maya dəyərinin hesablanması yolu ilə sizin məhsulun optimal qiymətinin ortaya çıxmasına kömək edəcək. Nəzarət və əlaqələrin idarə olunması funksiyası. Bu funksiya strateji planların hazırlanması zamanı risklərin və qeyri-müəyyənliklərin aradan qaldırılmasına kömək etməlidir. Bundan əlavə, seçilmiş prioritet sahələrə diqqətin cəlb edilməsi çox vacibdir. Marketinq istehsalı bazarın tələblərinə uyğunlaşdırır. Bu alətdən düzgün istifadə etdiyiniz zaman yaxşı nəticələr əldə edəcəksiniz. Mən sizə marketinq haqqında ümumi məlumat verdim. Daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, uyğun ədəbiyyata müraciət etməyinizi tövsiyə edərdim. Əminəm ki, siz bundan çoxlu fayda götürəcəksiniz. Bu qədər. Marketinq sahəsində sizə uğurlar arzulayıram.